İtaliyanın Perugia şəhərində keçirilən kung-fu üzrə 21-ci Dünya Çempionatında böyük uğur qazanan idmançılarımız vətənə qayıdırlar. Dünya Çempionatında idmançılarımız 5 qızıl, 2 gümüş olmaqla ümumilikdə 7 medal qazanıblar. Qızıl medal qazanan idmançılarımız arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı Əminə Əliyeva da var. Мне все понравилось. Mənim hər şey çox xoşuma gəldi. Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Она очень сильно готовилась. Тренировки были 2 раза в день. Əminə çox güclü hazırlaşırdı. Mənim nəzarətim altında gündə 2 dəfə məşq edirdi. Çox yaxşı məşqçi komandası var. Bu onun iştirak etdiyi ilk beynəlxalq yarışdır və o bu yarışda qalib gəldi. Bir ata kimi çox fəxr edirəm. Bu gözlənilməz oldu. İlk dəfə getdi. Seçim və toplantılarda iştirak etdi və birinci yeri tutdu. Böyük fəxirdir. Bütün uşaqlarımıza uğurlar arzu edirəm. 7 nəfərdən 3-ü yeniyetmə idi, ikisi gənc, ikisi böyüklər. 5 qızıl medal, 2 gümüş medal. Yəni bilirsiniz ki, bu 100%'lik nəticədir. Bu dəfə az heyətlə iştirak etdiyimizə görə bu nəticə ilə Dünya Çempionatının komanda olaraq 3-cü yerə layiq görüldük və kubokla təltif olunduq. Bu yarışda bildiğiniz kimi federasiya rəhbəri qeyd elədi, Əminə xanım. Uzun müddətdir biz qərar vermişdi, amma sir olaraq saxlayırdıq. Yəqin ki, gələn günlərdə görəsiz ki, biz söz verdik ki, Azərbaycana yeni bir sürprizlə qayıdacaq may ayı. 2 ay öncə bunu vermişdik söz. Əminə xanım onun için çox sakit qızdı, onun içində bir cəsarəti gördük, döyüşkənliyi gördük və onun nəticəsi oldu ki, bugün burada biz vətənə 5 qızıl, 2 gümüşlə döndük. Yarışlar yaxşı idi, məşqlərimiz hər gün olurdu, gündə 2 dəfə olurdu. Çətin idi, əziyyətimizin də bəhrəsini gördük.